Bir qurtum şərab neydi ki, onu içip general olardı da? Olmadı. Hele Abbasqulu ağa. Abbasqulu. Abbasın qulu hansı? Həzrət Abbasın qulu. Hər halda xan nəslindən olanlara təmtəralatlar qoyardılar. Qoymadılar, çünkü bunlar mümindiler. Bunlar görmemiş değiller, bunlar görmüş kişilerdir. O mümin Müslümandır. Bir ayini de icra eləmədən bırakmır. Ne derecede doğrudur ki Rus imperiyasının generalı mümin Müslüman olan. Ona göre de Çar onu yokladı, meclise davet elədi. Heç kəsin xəbəri yox idi ki, belə bir məktub var. Onda Çariçe durdu, elində bir qədəh şərab. Dedi ki, Abbasqulu, mən istəyirəm ki, bu qədəhi mənim şərəfimə içəsən. Abbasqulu ağa, yani təbii ki içməyəcəkdi, amma bunu necə deməlidir, diplomat kimi necə deməlidir? Bu Çariçedir. Deyir, Çar həzrətləri, mən bir çətin vəziyyətdə qalmışam. Sizin köməyinizə ehtiyacım var. Mənim dünyada en çok hörmət elədiyim xanımlardan biri əlində tutduğu qədəhdə zəhər də olsa mən onu içərəm. Ancaq o zəhərdir. Mənim Allah'ın icazə vermir ki, o zəhər içim. Mənim indi sizdən bir sorğum var. Mən Allah'ıma qulaq asım, yoxsa xanıma? Çar da təbii ki dedi ki, Allah'a qulaq asmaq lazım. Və bu görüş sübut elədi ki, həqiqətdə də mümin Müslüman idi. Bir qurtum şərab neydi ki, onu içip general olardı da? Olmadı. Çünkü o Allah'ın adamı.